Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin zülm haqqında, zülmə münasibət barəsində bir hədisi var. Çoxlu hədislərdən birini seçmişəm. Nəhcül Fəsahə kitabındadır, 1924-cü hədis. Buyurur, əz-zulmu sələsətun. Zülm üç növdür. Üç formada, üç şəkildə zülm, haqsızlıq təsəvvür olunur. Birincisi, fəzulmun lə yəğfiruhullah. Birinci o zülmdür ki, Allah o zülmü əff eləmir, bağışlamır. Allahın məğfirətinə o zülm şamil olmur. Və zulmun yəğfiruhu. İkincisi o zülmdür, o haqsızlıqdır ki, Allah onu bağışlayır. Üçüncüsü və zulmun lə yətrukuhu. O zülmdür ki, Allah ondan vaz keçmir. Şərtlər münasib olsa bağışlayacaq, münasib olmasa bağışlamayacaq. Fəəmmə zulmun ləzi lə yəğfirullah fəşşirk. Qalallah Teala innə şirkə lə zulmun azim. Həzrət buyurdu, Allahın bağışlamadığı zülm, haqsızlıq, Allaha şərik qoşmaqdır ki, Allah Quranda buyurur, həqiqətən şirk böyük zülmdür, böyük haqsızlıqdır. Luqman surəsində. Və əmmə zulmul ləzi yəğfiruhullah. Allahın bağışladığı zülm fəzulmul ibad ənfusəhum. Bəndələrin özlərinə etdikləri zülmdür. Yəni bir insan özü-özünə haqsızlıq edir. Necə? Hansı formada? Fīmə beynəhum və beynə rabbihim. Özləri ilə Allah arasında olan günahlar barəsində. Bir bəndə Allah ilə öz arasında günah edirsə, özünə zülm edir, haqsızlıq edir. Allah onu bağışlaya bilər. Yəni, inşallah ki, bağışlayar. Və əmmə zulmullezi lə yətrukuhullah. Amma Allahın vaz keçmədiyi zülm hansıdır? Fəzulmul ibad ba'duhum ba'da. Bəndələrin bir-birlərinə, biri digərlərinə, başqa bəndələrə etdikləri zülmlərdir, haqsızlıqlardır. Birincisi, Allah bağışlamayan zülmdür. O şirkdir. Onu konkret Allah bağışlamır. İnsan tövbə etməsə, Allah onu bağışlamaz. İkincisi, Allahın bağışladığı zülmdür. Bəndə özü ilə Allah arasında günah edib. Yəni, insan haqları deyil. Üçüncüsü, insan haqları, haqqın nas, başqalarına olunan zülmdür ki, Allah Teala ondan vaz keçməz. Yəni, insan o günahlarla əlaqədar, o qarşı tərəfdən halallığı almayınca Allah bağışlamaz. Ümumiyyətlə, Allah bağışlamalı deyil onu. Zülm etdiyin insan bağışlamalıdır. Bu hələ bir nəfərə olunan zülmdür. İnsan var ki, yüzlərlə insanı aldadır, haqsızlıq edir, haqqına girir, onu incidir. Onlar qiyamət günü Allah Teala'ya və zülm etdikləri insanlara cavab verəcəklər. Əli əleyhissalam buyurur ki, məzlumun zalimdan qisas alacağı gün, zalimin məzluma zülm etdiyi gündən daha şiddətli olacaq.